Oktyabrın 30'unda Bakıda ve Abşeronda havanın değişken bulutlu olacağı, tutulacağı, 29'undan 30'una kesen gece ve səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidməti bildirir ki, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək, temperatur gecə 12-14, gündüz 15-18 dərəcə isti, atmosfer təzyiqi isə 770 mm civə sütunu olacaq. Naxçıvanda gün ərzində arabir yağış yağacaq, bəzi yerlərdə güclənəcək. Havanın temperaturu 14-17 dərəcə isti olacaq. Azərbaycanın bir çox rayonlarında yağış yağacaq, şimşək çağacaq, ayrı-ayrı yerlərdə yağıntılar intensiv olacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq. Axşam yağıntılarda fasilə olacaq, duman gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Temperatur gecə 10-14, gündüz 16-20, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.